Kanala abunə olub videonu bəyənməyi unutmayın. Noyabrın 23-cü tarixində güvən sınaq imtahanına 11-ci siniflərə salınmış sualın izahına baxırıq. Sualda deyilir düzbucaqlı üçbucağın iti bucaqlarından biri 40 dərəcədir. Gəlin bir düzbucaqlı üçbucaq çəkək. İti bucaqlarından biri 40 dərəcədir. Bura 90 olsun. Bu bucaq 40 dərəcədirsə, digər bucaq 50 dərəcədir. Çünki iti bucaqların cəmi hər zaman 90 dərəcə olar. Bu üç bucağın böyük iti bucağının tən böləni ilə böyük iti bucağının tən bölənini çəkdik. Onda 50 dərəcə bölünəcək 2 yerə 25 dərəcə olacaq. Oldu bura 25 dərəcə. Burada 25 dərəcə. Bu tən bölənlə düz bucaq təpəsindən çəkilən düz bucaq tən bölən arasındakı iti bucağı. Buradan da bir tən bölən çəksək, bu bucaq 2 yerə bölünür. 45. Deyir ki, bu tən bölənlər arasında qalan iti bucağı tapmaq lazımdır. Tutaq ki, alfa. Alfanı tapanda biz nə edəcəyik? 45 ilə 25-i toplayacağıq. Düzgün cavab 70 dərəcə olacaq. Bu da hardan alınır? Üçbucağın 2 dənə daxili bucağının cəmi. Baxın bu üçbucaqda. Üçbucağın 2 daxili bucağının cəmi bu bucaqlara qonşu olmayan xarici bucağa, yəni alfaya bərabərdir.